Salam hamınıza dostlar. Bu videoda Xiaomi Poco X8 Pro adlı telefonu incələyirik və başlayaq. Birazdan bütün texniki məlumatları və PUBG Mobile-da isinirmi, isinmirmi onu videonun irəliləyən dəqiqələrində deyəsiyəm və başlayaq. Dizaynla başlayaq. Dostlar, görmüş olduğunuz kimi çərçivəsi alüminiumdur. Yəni bunu nəyə görə belə deyirik? Çünki antenalar üzdədir və alüminium çərçivəni bu şəkildə bilirik. Arxa tərəfi plastik, ön tərəfi isə Corning Gorilla Glass 7 şüşə ilə qorunur. Dostlar, telefonun bir ədəd əsas kamerası, bir ədəd geniş bucaqlı kamerası mövcuddur. Birazdan onu da deyəsiyik. Su AMOLED ekranı mövcuddur dostlar. Yəni çərçivələri çox incə bir telefondur bunun. Poco seriyasının yeni nümayəndəsi olaraq bilinir bu və çox güclü bir telefondur həqiqətən. Baxmayaraq ki, MediaTek-in prosesorundan istifadə edir. Onu da birazdan deyəsiyəm. Dostlar, telefon X8 Pro deməli 5G-ni dəstəkləyən bir telefondur və mart ayında satışa çıxdı. Çəkisi sadəcə 201 qramdır və bu telefonun ön tərəfindən Corning Gorilla Glass 7 ilə qorunur və IP69-68 sertifikatı mövcuddur. Bu da suyu altında dayanıqlılığını olduğunu deyir, yəni göstərir. Bu isə daha yaxşıdır, çünki telefon birdən əlinizdən düşər, suya düşsə, ancaq bu telefon alandan sonra çox çətin ehtimal ki, dostlar, yəni niyə deyən suyun altında dayanmayasınız, çünki oyun oynayasınız, çünki həqiqətən burada yaxşı prosesor mövcuddur. Ekranı 120 Hz dostlar telefonun, HDR10+, 2000 nit parlaqlığa çıxır. Bu Corning Gorilla Glass 7 şüşə ilə qorunur və dostlar, telefonun prosesoruna mən deyəsiyəm, MediaTek Dimensity 8500 Ultra'dır, 4 nanometr və Android 16 ilə gəlir kutudan. 8 nömrəli prosesordur dostlar və çox qüvvəli bir nüvələri mövcuddur. Çox qüvvəli də bir necə deyək, qrafik skoritel, yəni necə deyək, qrafik kartı da çox güclüdür. Mali'nin C720 MC8, yəni 8 nüvəli bir ekran kartı mövcuddur. Yaddaş kartı getmir, çünki burada yəni bunu UFC 4.1 ilə istehsal elədikləri üçün bu standart yoxdur. Yəni kifayət qədər yaddaşı var telefonun, onsuz da 512 GB və 12 GB RAM-lıq versiyası var. Gedib onu ala bilərsiniz rahat şəkildə işlətmək üçün. 50 megapiksel kameramız var. Kameradan danışaq. Deməli, o f1.5 dərəcəli diafragmadır. Qəşəng kamerası var. Qaranlıqda da yaxşı şəkil çəkəsidir. Gündüz vaxtı çox gözəl şəkildə çəkir və optik stabilizasiyanı da dəstəkləyir. 8 megapiksellik bir ədəd ultra geniş bucaqlı kameramız var. Bu nisbətən qaranlıq şəraitdə yaxşı şəkil çəkməsə də yenə də gündüz vaxtı işi görəsidir. Təbii ki, bu kamera 4K 60 FPS videoda çəkə bilir. Bunu deməyə ehtiyacı yoxdur, yəni o şəkilləri, o söhbətə girməyə ehtiyacı yoxdur. Ön kameramız 20 megapiksel f2.2, bayaqki kimi, yəni çox da qaranlıq şəraitdə yaxşı şəkil çəkmir, amma 1080p 60 FPS video çəkir. Cüt kolonkası təbii ki mövcuddur, çünki bu telefon oyun üçün nəzərdə tutulduğuna görə cüt kolonka qoyublar və Wi-Fi zadı dəstəkləyir. NFC təbii ki də mövcuddur. Bu telefonu pult kimi də istifadə edə bilirsiniz, hansı ki Xiaomi modellərinin bir çoxunda bu belədir. Barmaq izi sensoru təbii ki də burada ekranın altındadır, çünki optik bir, yəni burada necə deyək, barmaq izi sensoru qoyublar. 6500 mAh bateriyası var. Bateriyası haqqında belə deyək ki, dostlar, yəni zaratkanı tam eləyin, günlərdə bunu saxlaya bilərsiniz. 3 gün, 4 gün rahat dayanır. Amma oyun oynayanda bir günü rahat çıxarır, o da aralıqsız oynasanız. Antuxalı 1.663 mindir. Çox güclü bir nəticədir dostlar. Yəni bu telefon biraz necə deyim, isinməyə meyilli telefondur dostlar. Çox qüvvəlidir, amma isinməyə biraz meyillidir dostlar. Bunun yenə Qualcomm Snapdragon zadı falan olsaydı, yəni daha yaxşı olardı, amma yenə də yaxşıdır. Telefon haqqında yekun rəy budur ki, yəni oyun oynayansınızsa, gündəlik necə deyim, content istehsal edirsinizsə, yəni professional səviyyədə bu telefondan istifadə edə bilərsiniz. Həqiqətən yaxşıdır. Dostlar, bu videodan bu qədər. Bu videoya baxdığınıza görə təşəkkürlər və özünüzə yaxşı baxın deyirəm. Sağ olun, salamat qalın.